Mozartın konsertlərindən biri idi. Bir gənc Mozarta yaxınlaşdı və utancaq səslə soruşdu. Ustadım, bir simfoniyanı yazmaq üçün nələr lazımdır? Mozart ona tərəf baxaraq dedi. Nəyə görə sən simfoniya yazmaq istəyirsən ki? Hələ çox gəncsən. Hələ ki, kiçik əsərlərdən başla, sonra isə simfoniya yazarsan. Gənc biraz duruxdu. Sonra isə yenə də utancaq halda sual verdi. Bəs siz simfoniyanı ilk dəfə 10 yaşınızda yazmamışdınızmı? Mozart gülümsədi və belə cavab verdi. Bəli, düz deyirsən. Mən 10 yaşında simfoniya yazmışdım. Ancaq bunu necə yazacağımı heç kimdən soruşmamışdım.